Allahın salamı olsun gözəl bacı qardaşlarıma. Hər birinizdən xahiş deyirəm bu videonu sonuna qədər dinləyin. Mənim adım Elvindir. Miopatiya əzələ xəstəliyindən əziyyət çəkirəm. Özüm bir atasız ata kimi üzümü sizlərə tuturam. Allah hər birinizin evladını qorusun. Allah hər birinizə kömək olsun. Mən əzələ qurumasından əziyyət çəkirəm və anadan gəlmə deyil. Mən də sizin kimi yeriyirdim, yürürdüm. Sonradan belə olmuşam. Bədənim malicə olmasam quruya-quruya geri gedir. Hər gün geri gedirəm. Üzümü buradan tuturam. Gözəl bacı qardaşlarıma, analarımıza, Allah xatirinə nə olar, özüm də kiraya qalıram. Çarəsiz bir insan kimi, dərdimə çarə axtaran bir yetim oğlan kimi üzümü siz bacı qardaşlarıma tutub kömək istəyirəm. Nə olar bu videomu görüb keçməyin Allaha xatir. Allah hər birinizin övladını qorusun. Allah sizə həyatda uzun ömür, can sağlığı versin. Kim nə etsə də Allah onu görür, hər zaman ruzisini də verir.